Hamınıza salam dostlar. Bugün başlıqdan da gördüyünüz kimi təzə seriyə başlayıram. O biri videoda 50 gündə 100.000 kupaya çatıram deyə bir seri eləmişdim. Amma o gördüm ki, çox çətindir. Çünki gündə 2000 artıq mən də kasa bilmirdim. Onun üçün serinin artıq adını dəyişdirəm və 100 gündə 100.000 kupaya çatmaya çalışacağam. Təzə hesab aça bilmədim, çalışdım, aça bilmədim. Amma çalışacağım, açım da bu videodan sonra. Amma bu hesabda davam edəcəm və bu hesabı 100.000 kupa eləyəcəm. 100.000 kupa elədikdən sonra da aramızdan bir nəfərə verəcəm. Onun üçün də abunə olub like atmağı unutmayın. Nəysə, başlayaq. Yenə elə 3 prestijimiz var. Bugün də elə hər gün 1000 kupa kasmalıyam da, ya da 1000 kupadan daha çox, daha az da ola bilər. Çünki 3000 kupada hesab. Bugün El Primo ilə başlayacağım hələ ki. Nəysə, getdik. Və indi 400 kupa olmağı son bir oyun. Gəlin bunu da bərabər oynayaq. Bu arada gələn videolardan oyunun səsini də açacağım. Prosto azaldacağım ki, oyunun səsi də arxada az da olsa gəlsin. Çünki məncə elə daha maraqlı olacaq. İndi eləyə bilmirəm, çünki artıq ekran kaydını açmışam. Artıq gecdir də. Bu arada səhərdən bilmirəm, botlar mı gəlir, yoxsa normal adamlar mı? Bot kimi də oynayırlar, normal da oynayırlar əslində. Amma bilmirəm. Çox güclü oynamırlar deyə danışacaq heç nə olmur açığı. Güclü oynasalar nə bilim. Elə görürsünüz də özünüz. Bot kimi bir şeydirlər də demək olar. Amma qaçırlar. Botlar normalda adam üstünə gəlir, amma bunlar qaçır əslində. Qəşəng 400 kupa elədik. Çıxaq görək nə qədər kupa verib. 347. Qəşəng. Bunlardan da bir dənə karakter çıxsaydı qəşəng olardı. Oyda. Əlim ara gəldi, bastım. 9 yazdı. Aha, kostüm. Qəşəng. Bu arada uşaqlar, oyda. Bir dənə də Sprout'un kostümü. Bəxtə bax. Bu arada uşaqlar, takip etməyi unutmayın. Çünki bu hesabı aramızdan bir nəfərə verəcəm. 100.000 takipçi olanda takip edənlərin arasından bir nəfərə verəcəm bu hesabı. Qəşəng. Tez-tez açması lazım. Bəlkə də bu geri qalan hissəni artıq sürətləndirdim. Qəşəng, sürətləndirməyə ehtiyacı qalmadı, elə tez qutardı. Bir dəqiqə. Nəysə. Baxaq. Bunu da açaq axırıncı dəfə. Nəysə, kasmaya devam. İndi 800 kupa olmağa son bir oyun. Gəlin 800-ə tamamlayaq. Bu arada ağlımda başqa video fikirləri də var. Nə bilim, məndə Brawl Stars kartları var. Elə bil onlardan kart çəkəcəm. Hansı karakter gəlsə onu öz hesabımda elə bil prestijini alacam da, bildiniz necə. Elə videoları da çəkə bilərəm. Prosto birinci açığı necə deyim, takipçimiz artsa daha çox həvəsə gələrəm. Bura qədər elə izləmişsinizsə, zəhmət olmasa bir dənə takibi like atsanız çox sevinərəm. Ayda. Nəfsi oldu. Bütün fikrim yayıldı.
Və indi 800 kupa olmağa son bir oyun. Bayaq tam birinci olsaydım olacaqdı. Birinci ola bilmədim. İndi sürətləndirib qoydum o hissəsini bəlkə. İstədim son oyun qalsın, elə göstərim. Çünki videoda çox uzun olmasın. Frenki məncə rahat alarıq. Ultimiz tez də olsa da əgər. Haydi, belə olsa yox. Aha. Burada məncə rahat aldıq. Qəşəng. Ultisini də işlətsə onsuz aksesuarımı itələyəcəkdim. Problem olan değildi. Oy oy oy. Bu Edgar bizə problem yaradar babat. Aha qəşəng. Artıq heç bir karakteri yaradan deyil və bunu da elədik 800 kupa. Qəşəng. Çıxaq baxaq nə qədər kupa verib. 405 kupa. Qəşəng. Qəşəng. Baxın nəsə var almağa eləməyə. Bunu bir dənə açaq. Bu neydi elə? İkisini də aldıq. Neyse, mən kasmağa davam edeyim. Bir prestij olsun, kaydı açacağım. Onsuz 200 kupa qalıb da bugün tamamlanır. Və indi prestij almağa sonra bayaq eləyəndə kaydı aça bilmədim. Onun üçün bunu sonradan səsləndirirəm. Bu oyun bu arada ikinci olduq. Birinci ola bilmədik çünki Krov var idi. Açığı ehtiyatlı oynasam alardım. Prosto vaxt itir. İkinci də olsa onsuz olurdu deyə vaxt itirmədən cumdum üstünə. Onun üçün ikinci oldu. Yəni belə. Baxın elə bu Krov. Burada əlimdəydi.